Değerli izləyicilər, bax bu gördüyünüz ev var ha, bu bir günə satılası evdir. Evimizin start qiyməti 68.000 manat. Bakı şəhərində bu qiymətə ev yoxdur dostlar. Evimiz 4 saat yarım içində inşa olunubdur. Deməli 3 otaqlı, şəxsi istifadəsi üçün inşa olunubdur. Panorama pəncərə, sənət çıxarış, Bakubus avtobusunun 150-160 metr məsafəsində yerləşir dostlar. Yeni Romanı Şuşa qəsəbəsi. Baba restoranın yaxınlığında dostlar, belə geniş bizim bir həyətimiz var. Qaz, su, işıq, bütün kommunallar hazır vəziyyətdədir. Evimiz təcili olaraq satılır. Bu fürsəti dostlar əldən qaçırmayın. Birinci siz sahibi olun. Sonra zəng vurursunuz, bax gec olur. Bir də Emin bəy həyəti göstərin. Həyətin böyüklüyünə baxın. İstəyirsiniz belə bağ-bağça salın, istəyirsiniz hovuz tikin. Deməli dostlar, bir də ki, nəyi nəzərdə çatdırım? Bax o arxa küçəni görürsən. İstəyən olsa bizneslə məşğul olan adamlar burada 2 dənə, 3 dənə kirayə üçün otaq tikib bir evdə otura-otura 300-400 manat pul qazana bilərsiniz. Nəzərdə çatdırım ki, evimizin ətrafına hərəkət etmək mümkündür. Evimiz kürsülü evdir. Videonun sona qədər izləyin. Bax bu fürsəti qaçırmayın. Yaxın dostunuz, tanışınız, nə bilim əminiz varsa biznes üçün də yararlıdır. Bu fürsəti yenə deyirəm, əldən qaçırmaq olmaz. Bax belə evə girəndə adamın ürəyi açılır dostlar. Bax bura gördüyünüz kimi bizim koridor sistemimiz, dama çıxış var. Evimiz tam hazır vəziyyətdədir, təmirlidir. Bir də nəzərinizə çatdırım ki, kombi xətləri atılıbdır. Atapleyanlar quraşdırılmıbdır. Yəni onun alanı adamın özü eləyəcək. Bax gördüyünüz kimi bax şirin bir mətbəxti var. Qiymətə daxildir mətbəxtin mebeli dostlar. Ağ qapılar, zövlü aboylardan istifadə olunubdur. Görürsünüz qonaq otağımızda 2 dənə pəncərə var dostlar. Bax görürsünüz çox ideal evdir, məsləhətli evdir və burada bizi bir dənə belə əlavə olaraq yataq otağı qarşılayır. Nəzərinizə çatdırım ki dostlar, demək pəncərələr bax öz həyətinə baxır. 4 sot yarım. Plus bunun nə bilim tikintisi, tikilişi, yəni bu qiyməti ev ərsəyə gətirmək mümkün deyil. Və burada da bizim hamam otağımız Emin bəy göstərərdi izləyicilərimizə və gördüyünüz burada da bir ailə yataq otağı. Dostlar, evimiz çox ideal evdir. Vallahi bu fürsəti əldən qaçırmayın. Sonra bax gec olacaq. Olur ki, məndə müştərilərim olur ki, əlində pul tutub sıxıb saxlayır ki, bax beləncə evi yararlansın. Ona görə səhifəyə takib atın ki, bəyənin, şərh bölməsində fikirlərinizi qeyd edin ki, birinci sizin qarşınıza çıxsın. Diqqətiniz üçün təşəkkürlər.